Salam Əsqat Baxçılıq səhifəsinin dəyərli üzvləri, hər birinizi salamlayıram. Keçən il budadığımız gilas bağı və bu il praktik olaraq 3 dənə ağacı gəlib eləyiblər. Halim qardaş da buradadır. Bax, burada səhvləri göstərirəm sizə. Bax, burada kəsin olur. Mən yaxından çəkək. Bax, belə, gilasda belə kəsimlər olmur. Bax, çox bərbad kəsim. Gördüyünüz kimi. Gəl, burada da göstərim. Burada görürsünüz. Kəsimlərini görürsünüz. Səhv, çox səhv budamadı bu. Yəni bildiyimiz ağac bərbad göndərir. Kəsir, səhv budama. Hər kəs öz fikrini bildirə bilər və bizim budadığımız meyvə yoxdur, ağacı. Keçənki budamız meyvə gözdən çək halim. Görürsünüz. İntensiv bağların qurulması, hər növ meyvə bağlarının budanması Azərbaycanın hər bir bölgəsində fəaliyyət göstərir. Giza 56, maksimum 4 və SL2 üstündə bütün gilas çeşidlərimiz var, sertifikat müqabili üzərində. Bioda nömrəmiz var, əlaqə saxlaya bilərsiniz də. O gördüyünüz budama ilə bağlı hər kəs öz fikrini bildirə bilər. Bura bax qardaş, yan budağın bax ucunu vurulub. Bu icazə yoxdur. Ki bu budaq, Liderin başı yoxdur. bu budaq heç olmasa yarıya ki meyvə oturmamış, meyvə gözü formalaşmamış, bu ucunu vurmağa icazə yoxdur. Bura bax qardaş, yan budaq. Lider budaq. Buradan da vurursan, misal üçün bunu qısa vur, budaq patlatsın. Bunlar saxlama şərti ilə. Əziz izləyicilər, gördüyünüz kimi hər şey öz fikrini bildirə bilər. Görüşmək ümidi ilə Allah kəsin bağlı bərəkət versin.